أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. إن الذين قالوا ربنا الله ثم استقاموا تتنزل عليهم الملائكة ألا تخافوا ولا تحزنوا وأبشروا بالجنة التي كنتم توعدون. نحن أولياؤكم في الحياة الدنيا وفي الآخرة ولكم فيها ما تشتهي أنفسكم ولكم فيها ما تدعون. نزلا من غفور رحيم. نزلا من غفور رحيم. ومن أحسن قولا ممن دعا إلى الله وعمل صالحا وقال إنني من المسلمين. ولا تستوي الحسنة ولا السيئة ادفع بالتي هي أحسن فإذا الذي بينك وبينه عداوة كأنه ولي حميم. وما وما يلقى
عظيم صدق الله العظيم. Çox dəyərli Minbər TV izləyənlər, uca Allahın salamı, rəhməti, bərəkəti, məğfirəti cümləmizin üzərinə olsun inşallah. Növbəti bir Ramazan günündə, növbəti bir Ramazan söhbətləri verilişi ilə sizin qonağınızıq. Bugün hər zamanki kimi çox aktual bir mövzu ətrafında danışmağa çalışacağıq inşallah. Bugünkü mövzumuz Ramazanda vaxt idarəçiliyi haqqındadır. Bu mövzu ilə əlaqəli olaraq studiyamızın bugünkü qonağı çox dəyərli ilahiyyatçımız Röfət Şirinovdur. Röfət müəllim, xoş gəlmisiniz, səfa gətirmisiniz. Necəsiz? Sağ olun Araz müəllim, təşəkkür edirəm. Verilişin də inşallah xeyirlərə vəsilə olmasını təmənni edirəm. Allah razı olsun, çox sağ olun. Röfət müəllim, son zamanlar insanlar zamanın daha tez keçdiyini, digər əvvəlki vaxtlara nisbətdə zamanın daha tez irəlilədiyini deyirlər. Ümumiyyətlə bu doğrudurmu? Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala Resulina Muhammed ve ala alihi ve sahbihi ecmain. Amma ba'd. Ben de değerli Minber TV izleyicilerini səmimi qəlbdən salamlayıram. Ramazan ayımızın xeyirlərə vəsilə olmasını təmənni edirəm. Allah bütün oruçlarımızı, ibadətlərimizi qəbul eləsin. Mövzumuz gözəl mövzudur. Çünkü vaxt həqiqətən bizim çok da gündemimizde olmayan, çok değerini bilmediğimiz nimetlerden biridir. Rabbimizin biz bendelerine vermiş olduğu en değerli, en belə deyək, sərmayə olaraq bizə bəxş etdiyi nemətlərin başında mənə elə gəlir ki, vaxt, zaman gəlir. Fəqət əfsuslar olsun ki, biz həqiqətən bunun qədrini, nemət olaraq qədrini bilə bilmirik. Hətta bəlkə də israf olaraq ən çox israf etdiyimiz nemətlərin başında vaxt gəlir. Vaxtın tez keçməsi məsələsinə gəlincə, həqiqətən günümüzdə kimi danışdırsaq, vaxt çatmadığından gileylənir. Vaxtın az olduğundan gileylənir. Hətta namaz qılmağa belə dəvət etdiyiniz zaman namaz qılmağa belə vaxtımız yoxdur, vaxtım yoxdur deyənlər qarşımıza çıxır. Bu həqiqətən belədirmi? Sözün düzü əslində belədir. Peyğəmbər sallallahu aleyhi və səlləmin də bu məzmunda bir rəvayəti var. Deyir ki, zaman daralmadıkça, qısalmadıkça deyir, qiyamət qopmaz deyir. Hətta deyir, elə vaxt gələcək ki, bir il, bir ay kimi, bir ay, bir həftə kimi, bir həftə, bir gün kimi, bir gün, bir saat kimi, bir saat da bir kibrit alovu kimi gəlib keçmədikcə deyir, qiyamət qopmaz. Həqiqətən bugün baxdığımız zaman illər, günlər, aylar çox sürətli keçir. Bunun səbəbi nə ola bilər? Bunun səbəbi bir çox səbəbi var. Məsələn, ən önəmli səbəblərindən biri insanların, bizlərin dünyaya daha çox meyl etməyimiz, dünya malına daha çox yönəlməyimiz. Bunu əslində belə də deyə bilərik. Kapitalizmin və ya istehlak çağının, dövrünün bizə qazandırdığı bir xüsusiyyətdir. Yəni, hər kəs daha çox zəngin olmaq istəyir, daha çox qazanmaq istəyir, gecə-gündüz çalışır, eləyir, vaxt çatmır. Bu mənada vaxtın bərəkəti də itmiş olur. Hətta Türkiyə türkçəsində çox gözəl bir ifadə var. Hız və haz dövründə yaşayırıq. Yəni, həm sürət, həm də zövq, ləzzət dünyasında yaşayırıq. Hamı bunun arxasınca düşüb bunu əldə etməyə çalışır. Məntiq olaraq baxdığımız zaman əslində həyatımıza texnologiya və son dövrlərdə də xüsusilə sünni intellektlər bir çox işimizi görür. Məntiq olaraq vaxtımız çox olmalıdır. Daha çox kitab oxumağa vaxt ayıra bilməliyik. Yəni, boş vaxtımız çox olmalıdır, amma tam tərsinə insanlara baxırsınız ki, həqiqətən gününü planlamaqda əziyyət çəkir, vaxtı idarə etməkdə əziyyət çəkir. Demək ki, məsələ texnologiyanın və ya işin görülməsində deyil, bu işin bərəkətindədir. Bu da mənə elə gəlir ki, biz bu vaxtın sahibi olan Rəbbimizin dediyi yöndə vaxtımızdan səmərəli istifadə etmədiyimizə görə bir bərəkətdən uzaqlaşdığımızın nəticəsi olduğunu düşünürük. Çünki vaxt o qədər önəmlidir ki, Qurani Kərimdə bir çox
ayələrdə Rəbbimiz vaxta and içir. Hə. Gecəyə and içir, gündüzə and içir. Ondan sonra əsr vaxtına and içir və ilax. Hə. Və burada Qurani Kərimdə Əsr surəsi var. Orada insanların xüsranda olduğunu, ziyanda olduğunu söylüyor. Vaxta and içərək başlayır. Ondan sonra da ancaq deyir, haqqı və səbri tövsiyə edənlər müstəsna. Bəli. Biz buradan nəyi başa düşürük? Biz əgər öz vaxtımızı Rəbbimizin istədiyi yöndə, istədiyi şəkildə istifadə etsək, idarə etsək, yenə də 24 saatımızdır, amma bərəkətlənmiş olacaq. Vaxt içinə vaxt doğulmuş olacaq. Bu mənada dünyalığa çox yönəlməyimiz, onun qulu olmağımız bizim vaxtımızdakı o bərəkəti itirdi və get-gedə vaxt qısalmağa başladı. Mən həyatda bəzi hallarla, bəzi hadisələrlə rastlaşmışam. Orada görürəm ki, hər birimizin qarşısına belə şeylər çıxır. İnsan biraz tam rahat olmadığı vaxtlarda zaman biraz da yavaş-yavaş keçir. Sanki biraz da rahatından əl çəkdikdə zaman yavaş-yavaş keçir. Nə qədər rahat olsan, o qədər tez keçir. Psixoloqların bir Yəni sözü var, sözünüzü də Bəli. kəsirəm. Deyir, biz sabahda, gələcəkdə yaşayırıq. Biz gələcəyə yönəlik yaşadığımıza görə də bizim vaxtımızın, yəni bugünü dəyərləndirə bilmədiyimizə görə də Bəli. o vaxtın qədir qiymətini bilmirik. Yəni hər daim savaş halında, sürət, marafon halındayıq, yarış halındayıq. Amma insanın deyək biraz canı ağrıdığı zaman, xəstə olduğu Bəli, zaman demək ki, bu duyğular zəifləyir. Öz-özünə qaldığı zaman vaxtı bu səfər çoxalmağa başlayır. Hətta belə bir söz də var. O qədər sürətli gedirik ki, ruhumuz geridə qaldı. Yəni ruhumuz belə bizə çatmayan bir sürət çağında yaşayırıq. Bəli, bəli, bəli. Və sizin dediyiniz kimi bu zamanını çatdıra bilməyən insanların əksi olaraq zamanı öldürmək istəyən insanlar var. Məsələn, vaxt keçirirəm, bir məşğuliyyəti var, bir iş görür məsələn və onu da adını bir hobbi qoyur özündə, bu ki mənim hobbimdir. Amma onunla da o hobbi ilə də yəni hobbi mənim bildiyim qədərilə ən sevdiyin iş olmalıdır insanın və ən sevdiyin iş ilə ən dəyərli məfhumu qətlə yetirsən, yəni Bəli, öldürürsən, aradan çıxardırsan və görməzdən gəlirsən. bəli. Bu da olduqca çox təəssüf verici bir haldır. Allah elə hallardan qorusun və Ramazanda Allah-u Teala bu oruc ibadətinə bir sıra hikmətlər yükləyib ki, onlardan biri də qədir bilməkdir. Bəs bu Ramazanın, orucun bizə öyrətdiyi şeylər arasında məhz zamanımızın qədrini bilməyimiz gəldi, deyilmi? Sizin biraz qabaq dediyiniz fikrə də bir dəstək mahiyyətində Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, iki nemət var ki, insanlar onlarda aldanıblar deyir. Bəli. Əs-sihhə vəl fərağa, yəni sihhət, səhhət, sağlamlıq və boş vaxt. Bəli. Əslində inanan bir insanın boş vaxtı olmaz. Çünki vaxt bizə verilmiş müəyyən belə deyək də o yun yumağı olur. Onun metri bilinmir. Nə vaxt bitəcəyini biz bilmirik. Bizim ömrümüzün də müəyyən bir vaxtı var. Bu vaxtı Allah bizə bəxş edib və özünə layiq bir bəndə, bir qul olmağımızı istədiyi üçün. Ona görə inanan, Allahı qəbul edən belə deyək, onun dediyi şəkildə yaşamaq istəyən insan üçün vaxt öldürmə, vaxt israfı deyə bir məfhum ümumiyyətlə olmalı deyil, olmamalıdır, olmaz da. Bəli. Çünki əslində bizə Rəbbimiz namaz təlimi ilə bu Ramazanda daha çox deyək təravihlər və ya oruç tutaraq belə vaxtın idarə edilməsini bizə öyrədir. Namaz eyni zamanda sadəcə ibadət deyil, vaxtı necə düzgün tənzimləməyi bizə öyrətməkdir. Yerli yerində, vaxtı vaxtında. Bir bölgü var yəni. Bölgü var, əlbəttə. Sübhdən günortaya qədər, Yəni günortadan din bir insanın, bir möminin, bir müsəlmanın necə gəldi yaşayan bir şəxs olmasını istəmir. Düzənli, planlı, düzgün, hədəfi olan, məqsədi olan, bir amalı olan, bu şəkildə bir həyat nizamlamasını istəyir. Həqiqətən bu mənada baxdığımız zaman Peyğəmbər sallallahu əleyhi və səlləm yenə də bir bizə xəbərdarlığı var. Axirətdə deyir, 4 sual soruşulmadan deyir, heç kim yerindən tərpənməz. Bunlardan biri də vaxtın harda keçirdiyini.
Bu baxımdan biz vaxtı düzgün şəkildə, düzgün yerlərdə keçirmək məcburiyyətindəyik. Hətta Peyğəmbər sallallahu əleyhi və səlləm fərqli-fərqli rivayətlərdə misal üçün bir namazı qılıb diğer namazı gözləyən bir insanın o namaz gözləmə əsnasında ibadət savabı aldığını söylüyor. Bu vaxtı orada burada çayxanalarda keçirmək deyil, heç olmasa məsciddə keçirin. Məsciddə də gəlib sadəcə yatmaq deyil. Orada zikirlə məşğul olmaq, Quran tilavəti ilə məşğul olmaq, elm oxumaq, maariflənmək, bunlara vaxt ayırmaq lazımdır. Hətta gənclərimizi xüsusilə vaxt məsələsində, övladlarımızı xüsusilə vaxt məsələsində nizamlamağı öyrətməliyik. Çünki belə bir fikir var, belə deyək, mütəfəkkirin bir fikri var. Deyir ki, bir cəmiyyətin deyir, gələcəyini bilmək üçün deyir, kahin olmağa ehtiyac yoxdur. O cəmiyyətin, o toplumun gənclərinin vaxtı harda, necə keçirdiyinə baxsaz kifayətdir. Əgər o cəmiyyətin gəncləri vaxtı səmərəli, düzgün yerlərdə, faydalı işlərdə keçirdirlərsə, o cəmiyyətin gələcəyi parlaqdır, yaxşıdır. Yox, boş-boş, belə biraz ifadəm səhv başa düşülməsin, çayxanalarda yataraq keçirdirsə, əlbəttə ki, o cəmiyyətin gələcəyi çox da parlaq görülmür. Hətta başqa bir rəvayətdə də Peyğəmbər sallallahu əleyhi və səlləm axirətdə Allahın heç bir kölgənin olmadığı bir gündə deyir, axirətdə Allahın kölgəsində kölgələnəcəklər şəklində 7 qrupdan bəhs edir. Onlardan birinin də məhz vaxtını səmərəli istifadə edən, ibadətə ayıran, dəyərlərinə ayıran insanın, gəncin olacağını söylüyor. Bu baxımdan vaxtı biz düzgün istifadə etməliyik və bu anımızı dəyərləndirməliyik. Həqiqətən biraz öncə də söylədiyim kimi, bugünkü günümüzdə biz insanlara baxdığımız zaman ya keçmişdə yaşayır, keçmişin dərdini çəkir, mən bunu eləyə bilmədim, bunu etmədim, bu olmadı və ya gələcəklə əlaqəli planlar qurur, mən bunu eləyəcəm, bunu eləyəcəm, bunu eləyəcəm. Halbuki an bu andır. Biz bu anı dəyərləndirməliyik, bu anın hökmünü düşünməliyik. Biz deyək ki, önümüzdə çox sevdiyimiz bir yemək var. Axşam yeməyini yeyirik, o yeməyi yeyə-yeyə sabahı düşünürük, səhəri düşünürük, səhər nə yeyəcəyimizi düşünürük. Halbuki biz səhərə çıxacağımızı bilmirik. Ona görə vaxt həqiqətən Rəbbimizin bizə bəxş etdiyi ən önəmli bir nemətdir. Hər gün bu yenilənir. Günümüz 24 saatdır. Kimin nə vaxtı bitəcəyini heç birimiz bilmirik. Hər bir saniyəmiz, hər bir salisəmiz bizim axirət sərmayəmizdir. Hətta belə bir gözəl mən bir ifadə də oxumuşdum ki, deyir, bir ilin qədrini deyir, dərsdən qalan, yəni kəsiri olan tələbə bilir, deyir. Bir ayın qədir qiymətini deyir, bir ay əvvəl uşaq dünyaya gətirən analar bilir, deyir. Bir həftənin qədrini deyir, jurnal çıxardan redaktorlar bilir. Nə qədər dəyərlidir, nə qədər əhəmiyyətlidir. Bir dəqiqənin qiymətini deyir, təyyarəyə gecikən adam bilir. Yəni bir dəqiqə tez geçsə çatacaq ona. Bir saniyənin qiymətini deyir, son anda ölümdən dönən, deyək ki, ya Allah qorusun, qəza olacaq. Son anda, son bir saniyə və ya deyək, bir qəza başına gəlibsə, o bir saniyə ərzində başına gəlir. Bir salisənin qiymətini də deyir, gümüş medal alanlar bilir. Çünki orada artıq salisələrlə söhbət gedir. Bu baxımdan olduğumuz hər məqamda, hər yerdə, hər saniyənin, hər salisənin bir hökmü var. Biz möminlər olaraq, inanan insanlar olaraq bunu Allahın dediyi şəkildə istifadə etməliyik. Burada bir məsələyə də diqqət çəkmək istəyirəm, Araz mənim icazənizlə. Xüsusilə son dövrlərdə diqqət eləmədiyimiz bir husus var. Vaxt verdiyimiz və ya zaman verdiyimiz halda zamana riayət eləməmək. Bu görüşmə ola bilər, bu bir müəllimin dərs keçməsi ola bilər, bir işçinin işinə riayət etməsi ola bilər, fərqi yoxdur. Vaxt əslində əmanətdir. Əgər biz deyək ki, iş vaxtımız 10 saatdırsa, 5 saatdırsa fərqi yoxdur. 5 saatdan 1 dəqiqə daha az işləməyimiz bizim əmanətə xəyanət etməyimizdir. Və ya biz bir adamla saat deyək ki, misal üçün 2-də görüşəcəyik. O adamı biz 1 dəqiqə, 2 dəqiqə gözlədiriksə, bu əmanətə xəyanətdir. Bu möminə yaraşan bir xüsusiyyət deyil. Verilən sözdür. Verilən sözü yerinə yetirmək məcburiyyətindəyik. Hətta İslam ədəbiyyatında İbnül Vaqt deyə bir ifadə var. Vaxtın oğlu.
Biz əgər vaxtı sevsək, vaxtı düzgün dəyərləndirsək, vaxt da bizə öz bərəkətini, öz nemətini verər. Bu səfər bir ata kimi, bir ana kimi bizə o şəfqətini göstərər, o bərəkətini göstərər. O zaman bir İbnül Vaxt oluruq. Hətta Əhlullah dediyimiz Allah dostlarından biri əgər birinə belə deyək, bir görüş vaxtı verərsə, deyək ki, sabah saat 10-da görüşərik deyə dərhal saatları uyğunlaşdırırlarmış. Mənim saatım Bəli. saat deyək filan saatdır. Sən də bunu uyğunlaşdır ki, ya mən səni gözlətməyim, ya sən məni gözləmə şəklində. Hə, bu Bəli. İslamın bizə qazandırmaq istədiyi incəliklər budur. İslamın gözəllikləri bu təfərrüatlarda gizlidir. Bu baxımdan həqiqətən vaxt tez getdiyi kimi də vaxtı düzgün istifadə etmə məsələsində də, israf etmə məsələsində də bizim problemlərimiz var. Ən cömert istifadə etdiyimiz, ən çox israf etdiyimiz dəyərimiz vaxtdır. Buna riayət etmək lazımdır. Vaxta hökm edən həyatına da hökm edər, ömrünə də hökm edər, hədəfinə də hökm edər. Ona görə planlı yaşamaq məcburiyyətindəyik, planımız olmalıdır, yuxumuzu idarə etməliyik. Yuxusunu idarə edən eyni şəkildə vaxtı da idarə edir. Biz bu dünyaya yatmağa gəlməmişik. Biz bu Bəli. dünyaya Allahın sevdiyi bir bəndəsi olmaq üçün gəlmişik. Allahın dediyi şəkildə yaşamaq üçün gəlmişik. Ona görə gəzərkən, yatarkən, durarkən heç bir şey eləyə bilməsək belə Allahı zikr edərək vaxtımızı səmərəli istifadə edə bilərik. La ilahe illallah deyərik, subhanallah deyərik və ilə axır deyə bir çox zikirlər var. Bəli. Yəni heç bir bəhanəmiz yoxdur. Hər addıma biz bir zikir eləyə bilərik. Bizim bir nəfəs qədər əslində ömrümüz var. Vaxtımız o qədərdir. Bir nəfəs aldıq, verə bilməsək yaşaya bilmirik. Bir Bəli. nəfəs verdik, ala bilməsək yenə də həyatımız sonlanır. Ona görə hər nəfəsimizi dəyərləndirmək məcburiyyətindəyik. Hər addımımızı bir yerə gedərkən hər addım üçün bir Allah demək, la ilahe illallah demək, səmərəli istifadə etmək bu deməkdir. Yəni Bəli. məsələ sadəcə biznes yönündən, qazanc yönündən, dünyəvi bir mənfəət pəncərəsindən baxmalı deyilik. Axirət pəncərəsindən də baxmalıyıq. Biz həm dünyamızı qazanmalıyıq, dünyamızı qazanarkən də axirətimizi də qazanacağıq. Tükəndə oturursunuz, deyək ki, kassada oturursunuz, pul qazanırsınız və ya hər hansı bir yerdə istehsalat işi ilə məşğulsunuz. O arada qəlbiniz, könlünüz, diliniz zikirlə məşğul ola bilər. Bu həm ibadət olacaq, həm dünyanızı qazanmış olacaq. Bəli. Bəli. Ona görə hər bir mömin fərasətli olmalıdır bu baxımdan. Bəli. Bəs Ramazan həqiqətən bir məktəb kimidir. Bu Ramazanda insanda həyatı boyunca hətta qalıcı xüsusiyyətlər qazandıracaq bir aydır. Məhz Ramazan ayında bu dediyiniz vaxt idarəçiliyi ilə əlaqəli olaraq insanlar bugünkü günümüzdə ən böyük problemlərdən biri də mən belə fikirləşirəm ki, insanların iş həyatını, ailə həyatını, iş həyatına biraz vaxtlarından, bunun vaxtından kəsir, ona verir bəzən, orada da problem olur, onun vaxtından kəsir, buna verir, yenə problem olur. Bu problemlərlə üzləşməmək üçün bu Ramazan ayında necə həyatımızda bir tənzimləmə eləyə bilərik? Bir belə deyək, bir geridən bir başlama eləyə bilərik, bir yenilik eləyə bilərik ki, bu zamanımız içərisində işimizə və ailə həyatına, istər qohum-əqrabalara, istər-rəhim və digər bu xüsusları necə bölgü eləyə bilərik? Çox gözəl ifadə etdiniz. Ramazan bir məktəbdir. Mən məsələn biraz belə başa düşürəm. Allah bizə 12 ay bəxş edib, verib. Bunlardan bir ayı, Ramazan ayı sanki bizim məşq eləmə ayımızdır. Biz o Ramazanda Allah elə bizə imkanlar, fürsətlər, tövsiyələr verib ki, digər 11 ayı biz ona görə nizamlayaq, uyğunlaşdıraq. Yəni əslində bu deməkdir. Biz orucu sadəcə sahur və iftardan ibarət bir ibadət kimi görməməliyik. Bugün tutduq, bu ay tutduq, kifayətləndi deyil. Bu bizim həyatımıza bir rəng qatmalıdır. Necə ki, Quran-ı Kərimdə namaz pisliklərdən çəkindirməlidir şəklində bir ifadə var. Eyni şəkildə də oruc da bizim bir illik, hətta bir ömürlük, yəni bir il təzələndiyimizə görə ən azından bir illik bizim həyat nizamımızı nizamlamalıdır. Bunu nə ilə nizamlamalıyıq? Misal üçün biz ailəmizə daha çox vaxt, daha ilk sualda da demişdiniz, vaxt o qədər sürətli gedir ki, biz onun dalınca qaçmaqla belə deyək, vaxtımızı keçirdirik. Halbuki
Ramazanda beraber ailə birgə sahur eləmək, beraber Kur'an tilaveti ilə məşğul olmaq, iftarlarda beraber olmaq, iftardan sonra imkan nisbətində ailə ilə beraber təravih namazlarını ya evdə qılmaq və ya məscidlərə getmək, beraber kitab oxumaq, süfrəni beraber hazırlamaq, bu bizə bir fürsətdir. Bizi bir növ restartlayır. Necə ki Bəli, biz kompüterlərimizi və ya telefonlarımızı yeniləyirik, yenidən bəli, başladırıq. Ramazanda da əslində Allah bizə bir dur, həyatda bir balaca özünə vaxt ayır, bir güzgüyə bax, bir özünə bax, özünü seyr et. Sən nə cür həyat yaşayırsan, o motoru soyutma ayıdır. bəli, bəli. Tənzimləmə ayıdır. O baxımdan biz övladlarımıza, yaxınlarımıza, məsələn, bayramlarda yaxınlarımızı mütləq Peyğəmbər sallallahu əleyhi və səlləm tövsiyə edir. Silah-ı-Rahim, bayram ziyarətləri, Bəli, bayramlaşmaq, bu köhnəlmiş, yaddan çıxmış ünsiyyətləri, əlaqələri təzədən nizamlamaq deməkdir. Sadəcə bayram məxsus olmalı deyil. Yəni bu sahurlar, iftarlar sadəcə yəni ailə ilə bərabər yemək yemələr deyək, bərabər vaxt keçirmələr sadəcə Ramazana məxsus olmalı deyil. Ramazan bizə bunun ola biləcək yəni imkan daxilində olduğunu göstərmə bəli, imkanıdır, mühitidir, vaxtıdır. Bunun xaricində dostlarımızla təbii ki, ortaq yerlərdə iftar edə bilmək, bir araya gəlmək bizim yenə də o münasibətlərimizi tənzimləyən xüsuslardır. Xülasə Ramazan dediyimiz kimi məktəbdir, vaxtı nizamlama məktəbidir, bizə necə yaşaya biləcəyimizi öyrədən bir məktəbdir. İlimizi, ayımızı, günümüzü necə nizamlayacağımızı öyrədən bir məktəbdir. Sahurdan başlayırıq, gecə namazı vaxtından başlayırıq, təhəccüd vaxtından başlayırıq. Hətta bir müminin günü səhər 9-da 10-da deyil, gecə namazından başlayır, nəinki sübh namazından. Bu təlimdir. Xülasə bir məktəbdir, bir gözəllikdir. Bunu düzgün istifadə etmək lazımdır. Məqsədinə uyğun istifadə etmək lazımdır. Oruç heç də kilo atma ayı deyil. Oruç heç də sadəcə sağlamlıq üçün belə deyək, ac qalma, pəhriz ayı deyil. Oruc ibadətdir. İbadət məqsədi ilə oruç tutulduğu zaman həm ruhumuz gençləşir, həm ruhumuz bərəkətlənir, həm vaxtımız bərəkətlənir, həm ömrümüz bərəkətlənir, həm də ibadət məqsədinə uyğun şəkildə ifa edilmiş olur. hə. Allah razı olsun Rüfət müəllim. Sizdən də Allah razı Çox sağ olsun. olun, çox Təşəkkür təşəkkür edirəm. edirik. Son olaraq bizlərə və bizi izləyənlərə bir neçə tövsiyənizlə verilişimizi yekunlaşdıraq inşallah. Əsas tövsiyə deyəndə əslində biz tövsiyə verəcək məqamda deyilik. Sadəcə olaraq bunu deyə bilərəm ki, Ramazan ayı əslində bir Qur'an ayıdır. Qur'anın endiyi, nazil olduğu bir aydır və bilirsiniz, Peyğəmbərimiz sallallahu əleyhi və səlləm bu ayda Cəbrail əleyhissalamla daha çox Qur'an oxumaqla, hətta 2 dəfə müqabilə etməklə məşğul olub. Mənim tövsiyəm bu olardı ki, biz oxuya bilənlər daha çox Qur'anı oxuyaq və anlayaq, anlamağa çalışaq. Sadəcə qiraətində deyil, qiraətində qalmaq. Çünki Qur'an sadəcə oxumaq üçün deyil, həm də bizim həyatımızı nizamlamaq üçün göndərilən bir kitabdır. Biz ondakı hökmləri, hikmətləri, Allahın bizdən nəyi tələb etdiyini bilmək məcburiyyətindəyik. Oxumağa verdiyimiz dəyəri anlamağa da vermək məcburiyyətindəyik. Bilməyənlər üçün çox çətin bir şey deyil. Hərfləri çox asandır və Allahın xüsusi bir yardımı var Qur'an oxumaq öyrənənlər üçün. Bu ayda fürsət bilib Qur'an oxumağı öyrənsinlər. Sadəcə məalını, tərcüməsini deyil. Çünki biz bilirik ki, Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, Qur'an oxumaq da, ərəbcəsindən oxumaq da bir ibadətdir. Hər bir hərf üçün 10 savab var. Ona görə həyatımıza tətbiq başda, ikinci mərhələdə oxumaq, öyrənmək, sizin ən xeyirliniz Qur'anı öyrənən və öyrədəndir. Hə. Biz də öyrənmişiksə, bilənlər bilməyənlərə öyrətmək məcburiyyətindədir. Bu bizim yükümüzdür. Bilməyənlər də öyrənmək məcburiyyətindədir. Allahın izni ilə Qur'anımızı həyatımıza daxil etdiyimiz zaman, həyatımızı Qur'an mərkəzli nizamladığımız zaman mən əminliklə deyərəm ki, həm xoşbəxtlik gələcək, həm belə deyək, insanda psixolojik olaraq
bir rahatlama meydana gelecek. Hem de hayatında, ömründe, vaktinde bir bereket formalaşmış olacak. İnşallah. Allah razı olsun Rüfət müəllim. Çox dəyərli fikirlər söylədiniz. Sağ Hər olun. birimiz üçün olduqca faydalı oldu. Həm bizim üçün, həm izləyənlərimiz üçün. Teşekkür. Dəyərli izləyənlərimiz çox sağ olun. Biz sizə təşəkkür edirik. Dəyərli izləyənlərimiz, bununla da növbəti bir Ramazan söhbətlərinin sonuna gəldik. Gələn görüşlər ümidi ilə Allaha əmanət olasınız. Allahu Ekber, Allahu Ekber. Allahu Ekber, Allahu Ekber. Eşhedü en la ilahe illallah. Eşhedü en la ilahe illallah. Eşhedü enne Muhammeden Resulullah. Eşhedü enne Muhammeden Resulullah. Hayy ala salat. حي على الصلاة حي على الفلاح حي على Allahu Ekber, Allahu Ekber. La